Kəmal xan, bu bənzər ki, o nəslin xilaskarları olur. Bəli. Bir çox nəsillərdə var. O xilaskarları deyirsiniz siz indi. Bəli, həmin o xilaskarlar ki, həqiqətən də bəlkə də özləri şuurlu şəkildə bir şey eləmirlər, amma həqiqətən də o uçurumdan o uşaqları çıxardırlar. Bu xilaskar siz özünüz də ola bilərsiniz də. Yəni biz niyə yenidən çətinə gedək? Məsələn, psixologiya bizi hər zaman çətinə salır ki, bəlkə mənim də həyatımda elə bir uşaq olar ki, və yaxud elə bir insan olar ki, mənim nəslimi çıxardar. Gəl eləsəm sən ol da. Bax təsəvvür edin ki, sən düşüncəvi dəyişərək sadəcə və sadəcə öz doğrularını, yanlışlarını tənzimləyərək, öz kim olduğunun fərqinə vararaq, sənin nəslinin, sən çünki nəslinin nümayəndəsən axı, sən göbələk kimi yerdən əmələ gəlməmisən, düzdürmü? Sən o bütün o çirklənmiş yaddaş kartında olan o virusları tərtəmiz eləyirsən. Və səndən sonra doğulacaq, səninlə ünsiyyətdə olan belə insanlar artıq o təmiz və güclü enerjilərlə yüksəlməyə başlayacaqlar. Kasıblıq var, qorxu var, pul kodu var da. Pulun olursa ən populyar koddur. Ərin gəzəcək. Ona görə çoxunun ərlərin pulu yoxdur. Niyə? Çünki nə vaxtsa nənənin, yoldaşı, babamız, məsəl üçün, misal olaraq, pulu olub, getdi yoldaşına xəyanət elədi. Və nənə neynir? Qızım, bax ha, sən Allah, 5-3 manatınız olsa bəsivizdir. Ərimin pulu olar, gedər səni aldadar, atar səni uşaqlardan. Çox da özünüzü gözə soxmayın deyirlər. Bəli. Daha sonra mən o kodu neynirəm? Ana o kodu ötürür qızına. Qızım, bax ha, varıya getmə. Və yaxud da getdin, pulu düşünmə. Lazım deyil. Orada 5-3 manat oldu, bəsivizdir. Olar, gedər başqasına xərcləyər.